Ekranda gördüyünüz avtomatik faza dəyişdiricidir. Deyək ki, evdə iki faza xəttimiz var. Biri stolbadan gələn bildiyimiz faza xətti, ikincisi isə rezerv bir faza xətti. Yəni bu da xəttdən gələn bir faza ola bilər və yaxud da generator da ola bilər və yaxud da digər mənbədən ola bilər. Fərq etmir. Əgər evdə işıqlar söndüsə, daha dəqiq desək, əsas xəttdə gərginlik kəsildisə, bu cihazın funksiyası xətti dəyişərək rezerv xəttə keçirməkdir. Cihazın qoşulma qaydası sxemdə göstərdiyim kimidir. Hər iki faza xəttinə giriş avtomatı qoymaq vacibdir. Burada N yazılan hissə əsas faza xəttimizdir. Əsas fazanı buraya birləşdiririk. R yazılan hissəyə isə rezerv fazanı birləşdiririk. Bu ikinci faza xətti ola bilər və yaxud da generator ola bilər. Əsas xəttdə gərginlik kəsildiyi zaman bu cihaz rezerv xəttə birləşir avtomatik olaraq. Əsas xəttdə gərginlik bərpa olandan sonra yenidən qayıdır əsas xəttə.